Beləliklə, biz davam edirik. Gedirik Gəncəyə. Bizim əfsanəvi reportyorumuz Hürriyə Əliyeva Gəncədə idi. Mən ötən həftədə anons edirdim. Deyirdim ki, Gəncədən zəng vurun və Hürriyə Əliyeva gəlsin, çəksin. Beləliklə, Gəncə şəhəri, Yeni Gəncə yaşayış masivi 2-ci mikrorayonda yerləşən 19 nömrəli 9 mərtəbəli bina 33 ildir ki, 92-ci ildən bəri təmir olunmur. Təsəvvür edin ki, bir dəfə tikilib, elə bir ki, o deyilir, kişinin sözü bir olur. Bir dəfə tikilib, bir dəfə də elənin içində qalıb. Vəssalam. Ona yaxın duran da yoxdur. Lifti bərbad. Yəni, əslinə evə baxanda deyirsən ki, bu qəzalı vəziyyətdədir. Yəni, əslində bu qəzalı görsənir. Ev uçulmuş vəziyyətdədir. Yəni, orada necə yaşamaq olur, mən bilmirəm, amma Hürriyə indi bizə göstərəcək. Gəncə şəhəri, Yeni Gəncə yaşayış masivi, 2-ci mikrorayon, bina 16-dayıq. Bina 1992-ci ildə tikilərək sakinlərin istifadəsinə verilib. Hazırda binada təhlükəli vəziyyətdir. Bina uçulub, dağılmaq təhlükəsi ilə üz-üzədir. Hətta binanın liftində də problemlər var. Sakinlər deyirlər ki, ən azı gündə lift 3-4 dəfə işləmir. Liftimiz tez-tez xarab olur, xəstəmiz var. Dəqiqədə bir lift 2 gündən bir qırılır. Zanetəmiz sökülür, itilir, dağılır. Heç bir yer, hər yer dağılır, sökülür. Bu dikilişdən bəri hələ də burada bir dənə olsun, bir dənə bir şey dəyişilməyibdir. Necə dikilibdirsə də, o vaxtdan necə dikilibdirsə də bir dənə şey də dəyişilməyib. Hal-hazırda göz qabağındasınız. Binanın, baxın, sakinləri, bina demək ki, uçulub tökülür. Həm bu içdir, üst tərəfindən vapşı. Yəni, çox pis görsənir də, görkəmi, zadı, binaya baxım yoxdur. İcra hakimiyyətinə də müraciət eləmişik. Çox yerlərə müraciət elədik, amma müraciətimizə baxan yoxdur. Bina 3 blokludur. Binanın 2 blokunda liftlər yenilənsə də, amma bir blokda yenilənməyib. Sakinlər bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, onların şikayətinə baxan olmayıb. Üç ildir mən burada yaşayıram, 8-ci mərtəbədə. Liftin vəziyyəti gördüyünüz kimi, yəni qapıları nasazdır, lifti qaçır. Demək olar ki, hər həftə zəng edirik təmirçilərə, sağ olsunlar, bir günə gəlib düzəldirlər, amma dəfələrlə uşaq olub, evə qonaq gəlir, özüm olmuşam, 3 dəfə qalmışam. Zəng eləmişəm, hər dəfə vaxt çəkir də, liftə qalsan, işə geyişirsən, gəlib düzəldənə qədər. Gəncə şəhər İcra Hakimiyyətindən günə sona verilən məlumata görə şəhərdə həyata keçirilən geniş miqyaslı abadlıq işləri çərçivəsində bir sıra çox mənzilli yaşayış binalarının fasadları yenilənir. Növbəti mərhələdə sözgedən binanın fasadının yenilənməsi nəzərdə tutulub. Hürriyə Əliyeva, Manaf Əzizli. Növbəti mərhələdə fasad düzələcək. Bəs bunun içi... Bloka girirsən elə bir ki, nə bilim, evdən eşikdən iraq, bura bax elə. Belə blok olar. Suyu da hər qıraqdan görünür, orada mərkəzi su, yəni tam olaraq vaxtında gəlmir. Hərə özü üçün bir dənə su çəkib oradan. Yəni, bina belə ola bilməz axı. Bunun içi bu tamamilə təmir olmalıdır, fasadı dəyişdirilməli deyil. İnsanlar orada necə yaşayır? Yəni, bu cür şəraitdə yaşayan insanlardan mədəniyyət ümumiyyətlə tələb eləmək mümkün deyil. Mümkün deyil. Gərək təmizlik yaradasan, gərək səliqə yaradasan. Ondan sonra deyəsən ki, qardaş, sən də səliqəli ol. Amma bu cür yaşayan necə ola bilər ki, səliqəli olsun, orada ətrafa baxsın, ətraf mühit haqqında düşünsün, mədəniyyət haqqında düşünsün. Çox çətindir işlər. Bax, mamırlayıb rəsmən oralar. Dağılıb, dəhşətdir. Gəncə Lift Servisi MMC-dən də açıqlamamız var. Qurumun rəhbəri Bəybala Şamilov danışır və deyir ki, yəni biz deyirik, bu bina belədir. O deyir ki, yox, təkcə bu deyil, bir çox bina elədir. Açıqlamanı dinləyək. İstismar müddəti başa vuran liftlər Gəncə şəhərində mütəmadi olaraq dəyişdirilibdir. Məlumat üçün bildirirəm ki, 2005-ci ildə 36 ədəd, 2010-cu ildə 20 ədəd,
2013-cü ildə 70 ədəd, 2021-ci ildə 93 ədəd və ən nəhayət ölkə başçısının məlum sərəncamından bağlı olaraq bu il Gəncə şəhərində 10 ədəd sərnişin liftinin dəyişdirilməsi nəzərdə tutulubdur. Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon bina 16 giriş 2, Yeni Gəncə yenə yaşayış massivi 2-ci mikrorayon bina 17 giriş 2, Yeni Gəncə yaşayış massivi bina 18 giriş 1, 2, 3 və ümumiyyətlə 8 ədəd Yeni Gəncə yaşayış massivində və 2 ədəd Ayda İmanquliyeva küçəsi, bina 12, blok 1 və blok 3 ünvanlarındakı sərnişin liftlərinin dəyişdirilməsi nəzərdə tutulubdur. Xeyirli olsun, umud edirik ki, həyata keçiriləcək, amma bu binada o 3 blok deyir hürü, birində yoxdur, birində lift deyir pis işləyir, amma hələ gəlir ki, bu bina ümumiyyətlə yenidən tikilməlidir.